Salam kanalımın dəyərli xanımları. Bilirəm siz bütöv bir günümün vloqunu çox istəyirsiniz, amma bəzən bunu çəkmək mümkün olmur. Çünki uşağı məktəbə gedən bütün analar belədir ki, səhər oyanarkən bütün işlərini o qədər sürətlə yekunlaşdırırlar ki, vaxtında uşağı məktəbə aparıb gətirmək olsun. Mən də həmçinin belə oyanan kimi yerimi yığıb əl-üzümü yuyandan sonra dərhal qaçıram ki, uşaqlara yemək verim. Uşaqlar yemək yeyib bitirəndən sonra başlayıram gün içində yeyilə biləcək yeməyi bişirməyə. Bişirib yekunlaşdırandan sonra qızımı aparıram məktəbə və gələndən sonra da yenidən Tamerlanı yedirdib yatızdırıram. Bu gedişatı o qədər sürətlə edirəm ki, vlog çəkərkən də mənim çox vaxtımı alır deyənə bütöv bir günümü sizin üçün tez-tez çəkə bilmirəm. Vlog çəkən xanımlar məni daha yaxşı başa düşər. Tutaq ki, oyandın, gedirsən əl-üzvü yumağa. Bunun üçün hər gedişata uyğun kameranı nizamlamaq olduqca vaxt aparır. Beləliklə işimin çox hissəsini görə bilməmiş oluram. Elə burada da gördüyünüz kimi mən vloqa yemək bişirərkən başladım. Mən bugün kələm dolması bişirəcəm deyənə qızım da kələm dolmasını heç xoşlamır. Dedi ki, mənim üçün kartuşka qızart. Dolmadan öncə Leylaya fri bişirirəm ki, məktəbə gedərkən ac getməsin. Mən bu airfrayin qabında olan dəmirdən istifadə eləmirəm. İlk dəfə istifadə elədim. Dəmiri o qaba yerləşdiriblər ki, yağ süzülsün aşağı. Amma mən heç xoşlamadım, çünki kartoşkalar yapışır dəmirə. Halbuki yağı da heç az istifadə eləmirəm. Bu səbəbdən o dəmiri hər zaman qoyuram kənara. Bir də ki, bunu qeyd eləyim ki, fri üçün nəzərdə tutulan bişmə dəqiqəsi 20 dəqiqədir. Amma bu çox az dəqiqədir. 20 dəqiqəyə kartoşkaları qoyuram, çiy çıxırlar. Buna görə də dəqiqəsini artırıb 30 dəqiqə edirəm. Xanımlar, çalışıram ki, qabları da çıxdıqca yuyum. Bizim evdə belədir ki, moyka heç vaxt qabsız qalmır. Mən evdə heç kəsə icazə vermirəm ki, qab yusun. Çünki əgər o qab təmiz yuyulmazsa, mən o qabdan istifadə edən zaman onu dərhal hiss edirəm. Qoxusundan tutmuş qabın ləkəsinə kimi. Bilirəm, düşünəcəksiniz ki, aşırı mızmızılıq edirəm, amma bu həqiqətdə belədir. Hətta bunu da deyim ki, bugün mənim yüksək qızdırmam var idi və özümü aşırı pis hiss edirdim. Bu da olub hardasa 2 il bundan öncə. Özümü çox pis hiss edirdim və başımı qaldıracaq taqətim yox idi. Yoldaşımın nənəsi də hər gün bizə dəyməyə gəlir və ola bilsin bu vloqu izləyəndən sonra da məndən incisin. Amma bilirəm ki, inciməyəcək, çünki o mənim xasiyyətimi bilir. Deməli, yoldaşımın nənəsi gördü ki, mənim halım yoxdur və moykada qablar yığılıb qalıb. Mənim israrıma baxmayaraq başladı qabları yumağa və mən ona yumamağı üçün o qədər israr elədim ki, mənim sözümə baxmayıb qabları yudu. Desəm ki, yaxşı yumadı, yox, lap yaxşı da yudu. Amma o gedəndən sonra mən bütün qabları moykaya yığıb, halım olmamağına baxmayaraq yenidən yudum. Bu sözümü eşidənlər elə bilər ki, mən özümdən razıyam və yaxud da bir dənə özümü təmizkar bilirəm. İnanın mənə ki, bu heç də belə deyil. Məni yaxından tanıyanlar bilir ki, mən qətiyyən özümdən razı insan deyiləm. Sadəcə olaraq bu xasiyyətimdən heç özümdə bacarmıram. Buna görə hərdən anam məni danlayır. Deyir ki, sən heç düz eləmirsən, amma mən bu xasiyyətimi yığışdıra bilmirəm. Öz yediyim, içdiyim qabı özüm yumasam, kim olur olsun elə düşünürəm ki, təmiz yumur. Bu psixolojidir, nədir bilmirəm, amma bir onu bilirəm ki, bu xasiyyətim özümə də əziyyət verir. Diqqət eləsəz görəcəksiniz ki, mənim qablarımın üzərində su ləkəsi nədir, o belə ola bilməz. Bütün qablar par-par parıldamalıdır. Elə insan var ki, buna diqqət eləmir, bu onun üçün adi haldır, amma mənim üçün böyük bir problemdir. İndi bunu desəm, bəlkə də gülərsiniz. Mən stakanları çay dəsmalı ilə siləndə belə o stakanda çay içə bilmirəm. Çünki xırda-xırda tüklər stakana yapışır. Xüsusi dəsmallar var ki, toz yığmayan, mən o dəsmallarla stakanları qurulayıram. Və xanımlar, burada gördüyünüz kimi artıq başlayıram dolmanın ətini hazır etməyə. Bilirəm, bir çox xanım yazacaq ki, sinə əti ziyandır, amma biz xoşlayırıq, sinə ətindən çox yeməkdə istifadə edirik.
Xanımlar, bunu mənə bacım almışdı. Səhv etmirəmsə, salonda satmışdılar ona. Görün necə düzgün olmayan formada tikib satıblar. Bacımın da belə əşyalardan başı çıxmır deyənə alıb getirir. Mən görəndə şoka düşdüm. İstədim sizə də göstərim. Əgər istəsəz, mən sizin üçün qəşəng tutqac tikərəm, sizə də göstərərəm. Evdə bütün tutqaclarımı özüm tikirəm. Deməli xanımlar, dolmanın ətini hazırlayarkən sinə əti, soğan, bu pomidoru da ki, keçən yay özüm bişirmişdim. Pomidor da əlavə edirəm. İnşallah bu yay qismət olsa sizinlə birlikdə də bişirərəm. Ətə pomidor da əlavə edirəm, tomat da. Sarı kök, duz, istiyot və nanə. Olmazsa olmaz keşniş şüyüd, dağ keşnişi və yumru düyü. Bir də ki, sinə əti quru olduğuna görə ya quyruq əlavə edirəm, ya da ki, simiçka yağı. Kələm dolmasının dadlı olması üçün ətə qatılanlar önəmlidir. Xanımlar, burada hər şeydən xəbərsiz əti qarışdırıram. Əti qarışdırdım və dolma bükməyə başlayarkən fərqinə vardım ki, göyərti qatmamışam. Halbuki göyərtini yuyub qoymuşam kənara ki, doğrayım. Yenidən göyərtini doğrayıb əlavə elədim ətə. Yaxşıdır ki, vaxtında gördüm, yoxsa təzədən dolmaları açmalı olacaqdım.
Vlog çəkərkən Tamerlan mənə mane olmasın deyənə, onların otağında bütün iqruşkalarını yerə atmışam ki, Tamerlanın başı qarışsın, mənə mane olmasın. Əksi halda Tamerlan imkan vermir ki, mən vlog çəkim. Və xanımlar, kələm dolmasının üzərinə əlavə etmək üçün də bundan düzəldirəm. Öz bağladığım pomidordan tomat, yağ, sarı kök, duz istiyor və bunları bişirirəm. Sonra əlavə edirəm bükdüyüm dolmaların üzərinə. Biraz duru yağ əlavə edirəm ki, bişməyə qoyarkən şit yağı əriyənə kimi dibi yapışmasın. Şit yağı da əriyəndən sonra qəşəng sos olur. Bunu edəndə dolma çox dadlı olur. Dolmalar artıq bükülüb, sos da orada bişir. Az xodda qoymuşam ki, bişsin. Artıq qalan əti pinqvinə əlavə edirəm ki, gələn dəfə də bu ətdən dolma bişirərəm. Gördüyünüz kimi xanımlar, artıq axşamdır. Mən uşaqları aparıram əyləncə mərkəzinə. Bizim evin yaxınlığında Tam Store var. Tam Store-da isə əyləncə mərkəzi var. Çox yaxşı yerdir, ailəvi yerdir. Uşaqlar orada mükəmməl əylənir. Mən də onlar əyləndiyinə görə sevincli oluram. Bir dənə üzücü olay oldu ki, mən yolu dönərkən bir xanım qəza elədi. Bütün fikrim qaldı xanımın yanında. Yola baxırdım deyənə tam görmədim ki, günah kimdə oldu. Amma məni üzən o oldu ki, gecə vaxtı xanım qəzaya
cəzaya məruz qaldı. Xanım şokdaydı. Yəqin ki, ilk dəfə idi ki, başına belə bir hadisə gəlirdi. Uşaqlar əylənərkən mənim bütün fikrim qalmışdı xanımın yanında. Əlimdən də heç nə gəlmirdi, çünki mən özüm də xanımam. Əgər başıma gəlmiş olsaydı, bilmirəm ki, neyniyərdim. Allah hər kəsi qəzadan, bəladan qorusun. Və xanımlar, yenə dediyim kimi, evdə olduğum hər dəqiqəni sizə çəkə bilmədim. Sadəcə yemək bişirməyi və uşaqları əyləncəyə aparmağı. Amma siz istəsəz, mən yenə də bütün günümü siz üçün vloqa çəkə bilərəm. Bəzən də düşünürəm ki, bəlkə eynilikdən sıxılarsınız. Amma ki, sizə xoşdursa, sevə-sevə çəkərəm. Baxın xanımlar, təsadüfən alınıb, qızıma demişdim ki, yolu çəksin. Yolu çəkərkən də yolun sol tərəfində qəza anı bura əks olunub. Diqqətlə baxsaz, görərsiniz ki, dönmək istəyən maşın xanımın maşınına dəydi. Buna görə pis olmuşdum. Pis olmağımın səbəbi də sırf xanıma görə idi. Ümumiyyətlə, bəzən mən özüm də sürətli sürürəm. Amma gərək diqqətli olaq. Artıq sürət hər zaman başa bəla olur. Belə hadisələrə görə də mənim yoldaşım qoymur ki, mən şəhər tərəfə maşın sürüm. Elə deyir ki, bildiyin yolu get, o bəs edər. Elə məncə də düz deyir, başıma nəsə gəlməyinnənsə getməməyim daha yaxşıdır. Və xanımlar, artıq çatdıq tam stora. Parkovka edim, uşaqlar da maşında səbirsizlənir. Bu əyləncə mərkəzini çox xoşlayırlar. Həqiqətən də çox mükəmməl düzəldiblər. Mən belə uşaq kimi oynamaq istəyirdim. Utanmasaydım, oynayardım da. Demək xanımlar, burada 2 manata kart alırsınız və karta nə qədər pul yükləsəz, o qədər də bu oyunlardan istifadə edə bilərsiniz. Misal üçün, səhv etmirəmsə, hər uşağa 7 manat pul ödədim. Sözün düzü, bunu da unutmuşam ki, ya yarım saata, ya da 1 saata keçərlidir. Əlavə nə qədər qalmağını istəyirsənsə, pulu artırmış olmalısan. Burada yemək yeməyə yer də var. Yeməkləri də ki, yaxşı idi. Sadəcə pizzası məni biraz açmadı. O da ki, mənə elə gəlir ki, mən biraz mızmızı insanam. Yəqin ki, ona görə idi. Yoxsa belə dadı yaxşı idi. Amma mən pizzadan inəyin qoxusunu alırdım sanki. Üzərinə mazarella pendiri vurulmuşdu. Bilmirəm, o pendirin qoxusuydu. Başqa nəyin idi, heç anlamadım. Amma ki, inəyin qoxusunu alırdım. Çayın 1 stakanı 1 manata. Yanında Snickerslə 2 manat pul ödədim. Amma bu tək Snickersin pulu idi. Çayla birlikdə 3 manat. Əlavətən yeməyə isə biraz free, balaca boy pizza, 1 dənə trubuçkalı sos və 2 nugget. Bu yeməyə ümumi olaraq 9 manat pul verdim. Düzdür, biz bununla doymadıq. 2 dəfə sifariş verdim. Amma qiymətinə görə məncə normal idi. Əsas odur ki, təmizliyə riayət olunurdu. Və mənim ən çox xoşuma gələn isə burada çoxsaylı işçilər var idi ki, uşaqlara ciddi nəzarət edirdilər. Bu da çox xoşa gələn haldır. Hətta mən bir ara uşaqları qoydum burada, getdim çay içməyə. Leyla da sağ olsun, qardaşına çox yaxşı nəzarət edirdi.
xanımlar, biz artıq oradan çıxdıq. Orada xeyli vaxt keçirtdik. İndi isə gedirik Tam Store'dan yüngülvari nəsə almağa. Sözün düzü, bazarlığı 1-2 günə edəcəm deyənə buradan çox az alış-veriş etdim. Tamerlan elə yorulmuşdu ki, kurtkalarımızı sərdik səbətə. Tamerlanı da uzandırdıq ora. Dedik həm Tamerlan biraz dincəlsin, həm də biz nəsə ala bilək. Baxın, Tamerlan burada kefdədir. Mən öz kurtkamla Leylanın kurtkasını sərdim ki, səbətin dəmirləri Tamerlan narahat etməsin. Və xanımlar, buradan da nə lazım idisə aldım. İndi isə gedirik evə. Uşaqlar yaman yorulub. Mən də nə almışamsa sizə göstərim və burada vloqu yekunlaşdırım. Əgər abunə deyilsinizsə və vloqlarımı izləməyə davam edirsinizsə, abunə olmağınızı xahiş edirəm. Bu mənim üçün çox önəmlidir. Çünki bu mənim yeni kanalımdır. Köhnə kanalımı silmək məcburiyyətində qaldım. Köhnə kanalım kimi sürətlə böyümür. Çox gec-gec irəliləyir. Səbəbini bilmirəm niyə. Amma bu kanalıma abunə olan çox azdır. Siz bu kanala abunə olarkən məni çox şad edirsiniz. Bunu görəndə sevinib, həvəsə gəlib sizin üçün yeni vloqlar çəkirəm. Və xanımlar, növbəti vloqda çalışacağam ki, alış-veriş vloqu olsun. Alış-veriş vloqlarını da siz xoşlayırsınız. Mən də düşünürəm ki, getmişkən niyə də çəkməyəm. Bura kimi baxdığınıza görə sizə təşəkkür edirəm. Mənə dəstək olmağınızı unutmayın. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.